keçmiş işçi daha dəqiq keçmiş aşpazla paytaxtdakı kafelərdən birinin rəhbərliyi üz-üzə gəlib. Tərəflər arasında narazılığın yaranmasına səbəb isə birincinin yaşayış obyektinə səhm yatırmasını iddia etməsi, ikincinin isə bunun absurd olmasını bildirməsidir. Mübahisə ilə müşahid olunan problemi əməkdaşımız Nurlan Rafiqoğlu araşdırıb. Bu mübahisə haqqında birazdan danışacağıq. Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsində yaşayan Mircamal Abbasovun şikayəti paytaxtda yerləşən Nargilə kafesinin indiki sahibi Sadiq Məmmədovdandır. Deyir ki, 15 ildir ki, yaşayış obyektində aşpaz çalışıb. Bu müddətdə kafenin əvvəlki sahibi Sakit Məmmədovla da çiyin-çiyinə işləyib. Ancaq bundan sonra kafeyə səhm yatırıb. Günlərin bir günü Sakit Məmmədov dünyasını dəyişir. Bundan sonra müsahibimi yola gətirirlər ki, o səhimlərini Sakit bəyin ailəsinə bağışlasın. Mircamal bəy də razılaşır. Buna görə də səhimlərin bağışlanmasına dair sənədlərə imza da çəkib. Ancaq bir şərtlə ki, ona bunun qarşılığında maddi vəsait ödənilsin. Lakin mərhum Sakit Məmmədovun oğlu Sadiq ona hər hansı bir maddi vəsait verilməsindən imtina edir. Bütün bunlar müsahibimin sözləridir. Obyekt özelleşenden sonra deməli mən oraya 5 dənə sayın vermişəm ora. Öz əmlak çekimi vermişəm də oraya. Yəni ondan sonradaki obyekt özelleşti. Mən ondan 2003-cü ildə deməli öz xahişimlə oradan çıxdım obyektdən. Problemin dəqiq səbəbini öyrənmək üçün üz tutduq adı çəkilən yaşayış obyektinə. Bizi elə Sadiq Məmmədovun özü qarşıladı. Bildirdi ki, Mircamal Abbasov burada sadəcə işçi olub. O səhim falan yatırmayır. Əgər belə olubsa, onun hər hansı bir fakt olmalıdır. Bundan sonra tərəflər arasında mübahisə başladı. Bizə müsahibə verməkdən boyun qaçıran obyekt rəhbərliyi onu da bildirdi ki, Mircamal bəy sadəcə şərböhtan ataraq bizdən pul tələb edir. Buna görə də bununla bağlı hüquq mühafizə orqanlarına müraciətdə olunacaq. Problemi hüquqşünas Tahir Mirzəliyevə bildirdik. Hüquq müdafiəçisi bildirdi ki, istənilən halda Mircamal Abbasov kağız üzərində səhmin bağışlanmasına dair sənədə imza atıbsa, onun heç bir hüququ yoxdur ki, obyekt rəhbərliyindən maddi vəsait tələb etsin. Evine gitmişti yoldaşı, demişti biz pulu vermişik Farhada. Yoldaşı bu vakti pulu verip